Zamanımız əslində bugün çox azdır, ona görə onu boş-boşuna sərf etmək istəmirik. Növbəti ifaçını söyləyib, onu səhnəyə dəvət eləmək istəyirəm. Karate ustası, idmançı, çempion, İngilis dili müəllimi, müğənni və çox pozitiv bir insan, SMS nömrəsi 305 olan Rövşən Əzizov gələcək səhnəyə. Rövşən Əzizov. Keçən illər döyüş sənətləri üzrə dünya çempionatında iştirak etmiş və dünya çempionu tituluna sahib çıxmışam. Amma bu dəfə musiqi sahəsində öz sözüm demək istəyirəm. Və inanın, əlimdən gələn hər şey edəcəm ki, məhz mən nömrə 1 olum.
nömrəsi 305 olan Rövşən Əzizoviç, mən gözləməzdim ki, bu qədər çılğın, bu qədər impulsiv Rövşən belə mahnı oxuya bilər. If you believe it's possible, yes. If we believe all things are possible and nothing is impossible with God. Mən eyni zamanda buradan... Keçək öz dilimizə. Deməli, buradan mən öz dostum gəlib mənə də söyləməyə. Michael... Dünən də gəlmişdi elə bil. Yox, dünən gələn İO idi, ya Michael idi. Bu isə Amerika vətəndaşıdır. Welcome, hello. Nigeriya əsirli Amerika vətəndaşı. Ondan sonra demək istəyirəm ki, Michael, you know, I believe wholly, completely, 100% that by the blessing of Almighty God, I will be the voice of my nation at the Eurovision Song Contest. Çox sağ ol, Bir söz demək istəyirəm. Azərbaycan xalqına bir söz demək istəyirəm. Elə bayaqdan bir söz deyə sən yarım saat İnanıram ki, inanıram ki, mənim xalqım tək qoymayacaq məni bugün. Söz verirəm ki, artıracağım performansımı gün-bə-gün. Bravo. Söz verirəm ki, artıracağım performansımı gün-bə-gün. Çox sağ ol Rövşən. Sağ ol.